İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək. Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama görə İkinci Dünya Müharibəsində qələbənin 80-ci il dönümü ilə əlaqədar olaraq həmin müharibədə iştirak etmiş şəxslərə 2500 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya Müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya Müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində birdəfəlik yardım veriləcək. Bunun üçün Prezidentin ehtiyat fondundan 3 milyon 200 min manat vəsait ayrılacaq. Sərəncamın ümumilikdə 2469 şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 21-i İkinci Dünya Müharibəsi iştirakçılarıdır.